Mayın 25-də, yəni 25.05.2025-ci il tarixində Azərbaycanda qeydə alınan nigahların sayı adi günlərlə müqayisədə kəskin artıb. News 24 xəbər verir ki, Ədliyyə Nazirliyinin əldə olunan məlumata görə həmin gün ölkə ərazisində ümumilikdə 496 nigah rəsmiləşdirilib. Qeyd edək ki, bu rəqəm il üzrə orta gündəlik göstəricidən xeyli yüksəkdir. Məsələn, 2025-ci ilin ilk 3 ayında Azərbaycanda 11.206 nigah qeydə alınıb. Bu isə gündə orta hesabla 124 nigah deməkdir. 25 mayda isə bu göstərici 4 dəfə artaraq 496-ya çatıb. Əvvəlki illərin statistikasına baxdıqda da fərq nəzərə çarpır. 2024-cü ildə ölkədə ümumilikdə 49.500 nigah bağlanıb. Bu gündə orta hesabla 135 nigah deməkdir. 2023-cü ildə isə günə orta hesabla 149 nigah bağlanılıb. Qeyd edək ki, simvolik tarixlərdə nigahların sayının artması dünyada da müşahidə olunan tendensiyadır. Rəqəmlərin təkrarı və simmetriyası ilə seçilən 25.05.2025 tarixi bəzi cütlüklər tərəfindən uğurlu, eyni zamanda yadda qalan gün kimi qiymətləndirilir.